Geçen bağladım. Siz çəkin zəhmət olmasa, gətin bırıqın. Bax, şu tərəfə baxın. Gəl belə. Ayaq belə gəl. Gəl, azla bəlgə. Ayaq azla bəlgə. Sizə zəhmət olmasa, get o tərəfə. Namaza duranlar sıraya dursun inşallah. Kesin bu tarafa zəhmət olmasa. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kullu nefsin zâiqetul mevt, summa ileyne turcaun. Yüce Rabbimiz Kur'an-ı Kerim'de ölümden bəhs edir. Vəzifəsindən, məqamından, sağlamlığından aslı olmayaraq o gəlib çatdığı zaman əcəl bir an irəliyə, bir an geriyə təxir olmayacağını Allah bizə xəbər verir. Həqiqətən də dünya fanidir. Necə ki, Hədis surəsinin 20-ci ayətində buyurur ki, Allah İləmə ənəməl həyatü dünya ləibun və ləhvun. Bilin ki, dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyildir. Allah rəhmət eləsin Səməd müəllimə. Həqiqətən də çalışı çabaladı. Həqiqətən də biz qonşu olmuşuq, dədə baba qonşu. Yaxşı insan idi, hörmətli insan, dinə hörmət edən insan idi. Allah rəhmət eləsin. Həm də Səməd müəllim şəhid atasıdır. Bilirik ki, dinimizdə də şəhidlərə çox önəm verilmişdir. Bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin səhər baxdığımız zaman şəhid öz ailə əfradından 70 nəfərə şəfaatçı olur. Allah şəhidimizi buna şəfaatçı qılsın. Yüce Rəbbimiz günahları, təqsirlərini əff eyləsin. Biz bunu hər cənazə demək məcburiyyətindəyik. Qohumluq haqqını, qonşuluq haqqını, əqrəbəli haqqını halal edin. Halal olsun. Halal edin. Halal olsun. Halal edin. Halal olsun. Namaza duranlar Allah üçün namaza, Peyğəmbərimiz üçün salavata, hazır olan meyit üçün duaya uydurmamaq. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahümme Allahu Ekber. Esselamu aleyküm. Esselamu aleyküm. Əziz Qazaxlılar, işıqlı cəmaatı, bugün değerli müəllimimizi son yola saldırır. Bugün ziyalımızı yola saldırır. Bugün qəhrəman Nizatın, şəhidimizin atası yola saldırır son mənzilə. Allah rəhmət eləsin. Amin. Hamı bilir ki, həm işlədiyi zamanda və şəhid atası statusu alandan sonra da hər zaman Səməd müəllimin qəlbi dövlətlə, dövlətçiliklə döyülür. Mehribansılıq ilə fərqlənib Səməd müəllim. Və son bilirsiniz ki, 3 ay daha da onun vəziyyəti ağırlaşmışdı. Biz şəhid ataları ilə tez-tez Səməd müəllimi ziyarət edirdik. Həftədə bir dəfə. Hər dəfə görürdük ki, o geri gedir. Amma biz ona ürək-dirək verirdik ki, keçən səhərkindən şükür Allah'a yaxşısan. Amma biz bilirdik ki, onun müalicəsi yoxdur. Sağ olsun həkimlərimiz də son nəfəsinə qədər xidmətində oldular. Mən bütün şəhid atalarına başsağlığı verirəm. Çünki onlar bir-biri üçün qardaş olub. Onun ailə üzvlərinə başsağlığı verirəm. Onun oğluna başsağlığı verirəm. Ailəsinə, bütün kənd cəmaatına və Qazaxlılara. Nə həyatdır? Oğlu yanına çağırdı.
Fatiha. Allahümme salli ala seyyidina ve nebine Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhtinas sıratal müstakim. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Allah rahmet eylesin. Allah rahmet eylesin. Yol verin. Yol açın kardeşler. Gözün bir tane tam olarak. Yol açın kardeşler. Yani, Şəkil bir oxtayım, uşaqlardan da verir. Yavaş. bir de oradan yavaş yavaş gelin. Tersizleşen. Sen gözlüğün sıra tam olarak sıranın şey değil. Sıraya düzülün sırayla. Ya sırayla. Ya biraz yavaş yavaş gelsinler. Atali. Hadi. Biraz yavaş yavaş gidin. Yavaş yavaş. Talaşmayın. Biraz yavaş dayanın. Bir dayanın. Nizah dayanın bir tane. Yavaş yavaş gelin. Talaşmayın bir tane yavaş. Yol verin, bu post kalama çeksin.